Bakıda 1988-ci il təvəllüdlü Cəbbar dövlət qurumlarından birində işləyən Gülnarəni intim görüntüləri ilə şantaj edib. Teleqrafın əldə etdiyi xəbərə görə təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olarkən müştəri qismində tanıdığı Gülnarə ilə 2023-cü ildə idarə etdiyi avtomobildə könüllü olaraq razılıq əsasında cinsi əlaqəni əks etdirən görüntülərini qeydə alınıb. WhatsApp tətbiqində video danışıq zamanı qadının intim görüntülərini də öz telefonunun yaddaşında saxlayıb, qadına işdə olarkən həmin görüntüləri göndərib və pul tələb edib, pul verməyəcəyi təqdirdə barəsində olan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağı ilə hədələyib, ümumilikdə qadından 10.109 manat alıb. İstintaq orqanı tərəfindən Cabbarın barəsində Cinayət Məcəlləsinin 182.2.4 xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2023-cü ildə Gülnarənin şəxsi sifarişi əsasında Nəbavət bağına aparıb, axşam saat 5-6 radələrində maşından başqa müştəri olan vaxt mənə zəng gəldi. Maşında müştəri olduğuna görə telefonu açmadım. Sonradan həmin nömrənin WhatsApp hesabından nömrə səhv yığılıb, üzürlü hesab edin şəklində mesaj gəldi. Nömrə hesabın profil şəklinə baxanda onun səhər apardığı müştəri olduğunu anladım deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxsin sözlərinə görə zərər çəkmiş ona iftarla bağlı əvvəlcə içəri şəhərə, restorandan da evə gedəcəyini, bunun üçün maşın lazım olduğunu, razılaşsa yaxşı ödəniş edəcəyini bildirib. Mən də razılaşaraq onu içəri şəhərə apardım. Saat 9-10 arasında qadının özünün xahişi ilə restorandan götürdüm və Binəqədi qəsəbəsinə apardım. Ünvanı tanımadığım üçün oraya canlı məkanla getdim. Yolda maşında söhbət etdik. Mən daxili qoşunlarda işlədiyimi, sonra ikinci qrup əlilliklə pensiyaya çıxdığımı bildirdim. Qadın da ailəli olub boşandığını, bir qız övladı ilə yaşadığını dedi və səhər gəlib onu işə aparmağımı xahiş etdi. Onun ünvanına çatdırdım, axşam məndən evə çatıb-çatmadığımı soruşdu. Bizim aramızda mesajla ünsiyyət davam etdi, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Cabbarın ifadəsinə görə şəxsi münasibətlər zamanı Gülnarəyə borcla bağlı sıxıntısı olduğunu bildirib, o da söhbət əsnasında məndən xoşu gəldiyini, mənimlə münasibət istədiyini və mənə kömək edəcəyini bildirdi. Aprelin 27-sinə qədər ona taksi xidməti göstərdim. Biz həm də bu müddət ərzində danışdıq, yazışaraq ünsiyyətdə olduq. Aprelin 21-də Gülnarəni işə aparanda Nəbavət bağına gedən yolda təmir getdiyinə görə maşın dayandı. O qabaq sağ oturacaqda oturmuşdu. Anlıq yaxınlaşma ilə öpüşdük. Lakin aramızda heç bir cinsi əlaqə olmadı. Zərər çəkmişə maşının içində kamera olduğunu, amma işləmədiyini bildirdim deyə Cabbar ifadəsində göstərib. Cabbar qeyd edib ki, daha sonra mesajlaşma zamanı Gülnarəyə 2000 manat borcu olduğunu bildirib və kömək istəyib. Gülnarə mənə 50-100 manat yardım edə biləcəyini bildirdi. Ona öpüşən zaman maşının kamerasını çəkdiyini, görüntünün məndə olduğunu dedim. Əslində isə məndə görüntü yox idi. Ona pul verməsi üçün qorxutmaq məqsədi ilə dedim. Görüntüyə görə qadın mənə 4700 manat verdi. Mən də həmin puldan onun kartına 1500 manat geri qaytardım. Gülnarə məni Binəqədiyə çağırdı. Ora çatanda telefonu əlimdən alaraq baxdı. Görüntülərin olmadığını anladı. Mən də ona qəsd
Səsdən elə dediyimi, əslində isə heç bir vaxt məndə görüntü olmadığını söylədim deyə Cabbar ifadəsində belə göstərib. Cabbarın sözlərinə görə daha sonra zərər çəkmiş nə qədər borcu varsa ona həmin məbləğdə kömək edəcəyini, münasibətlərinin pozulmasını istəmədiyini bildirib. 2 gün sonra qadına zəng etdim və görüşdük. O mənə 3000 manat verdi. Pulun 2700 manatını götürdüm, 300 manatını özünə qaytardım. Pulları mənə borc kimi verdim. Mən isə ona kredit borcumu bağladıktan sonra borcumu qaytaracağıma söz verdim. Mənim səhvim qadına o mesajları yazmaq və 8 gün işə aparıb gətirmək olub. Bizim aramızda heç vaxt cinsi münasibət olmayıb. Hər dəfə zərər çəkmişlə kobud danışsam da yenidən barışmışıq. Qadına mənə 2900 manat verəndə münasibət təklif etdi. Mən də təklifi rədd edərək onunla kobud danışdım. Sonradan zərər çəkmiş şəxs qızının ayağı sındığını, Polşada olduğunu bildirərək məndən pul istədi. Ona pulum olmadığını dedim. Səhəri gün qadın məni Ulduz metrosunun yanına çağırdı. Polisə şikayət etdiyinə görə orada məni saxlanıldım deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş Gülnarənin sözlərinə görə 2023-cü ildə saat təxminən 07:00-da Bolt vasitəsilə taksi sifariş edib, sifarişlə Cabbar adlı taksi sürücüsü gəldi, məni yaşadığım ünvandan götürərək Yasamal rayonu ərazisində iş yerimə apardı. İşdə olarkən o mənə tanış olmaq məqsədi ilə mesaj yazdı. Bir neçə dəfə zəng etdi, onun zənglərinə cavab verməsəm də yazdığı mesajları oxudum. Mesajlarda Cabbar Binəqədi rayonunda yaşadığını, işdən çıxarkən məni evə apara biləcəyini bildirdi. Mən isə cavab yazaraq axşam evə getməyəcəyimi qeyd etdim deyə qadın ifadəsində göstərib. Zərər çəkmişin sözlərinə görə növbəti günlərdə işdən çıxıb və İçəri şəhərdə yerləşən restorana iftar qonaqlığına getmək üçün taksi sifariş verərkən WhatsApp tətbiqi vasitəsilə səhvən Cabbarın mobil nömrəsinə zəng edib. Cabbar telefona cavab verərək məni restorana, daha sonra evə apara biləcəyini dedi. Onunla razılaşdım. Cabbar məni İçəri şəhərdə yerləşən restorana saat 22:00-da həmin restorandan çıxdıqdan sonra isə evimə apardı. Avtomobildə gedən zaman söhbətləşdik. Aramızda yaxın ünsiyyət başladı. Təxminən Binəqədi rayonu ərazisində Cabbar qaranlıq bir yerdə avtomobili saxlayaraq arxa oturacaqda yanımda əyləşdi və biz könüllü olaraq təbii yolla cinsi əlaqədə olduq. Sonra məni evimə apardı deyə zərər çəkmiş ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, növbəti gün səhər saatlarında evdə yataqda olarkən Cabbar ona WhatsApp-la zəng edib. Cavab verərkən video zəngə keçdi. Məndən kameranı açmağımı istədi. Həmin vaxt gecə paltarında idim. Əvvəlki gün olan münasibətdən sonra utanmamağımı bildirdi. Paltarımın yaxasını açmağımı istədi. Mən də paltarımın yaxasını açdım. Cabbar görüntülü danışaraq mənə baxdı. Danışarkən məndən maddi kömək istədi. Avtomobilin ehtiyat hissələrinin şəklini ataraq bataryaların xarab olduğunu, onları düzəltmək üçün isə 2000 manat pul lazım olduğunu söylədi. Ona yalnız 50 və 100 manat pul göndərərək kömək edə biləcəyimi dedim. Məndən yüksək məbləğdə tələb etdiyi üçün onun mobil nömrəsini blokladım deyə qadın ifadəsinə əlavə edib. Zərər çəkmişin ifadəsinə görə bir müddət sonra ona mesaj gəlib, mesajda danışdığımız video zəngin və ondan əvvəlki gün avtomobilin içərisində cinsi əlaqədə olmağımızı görüntüləri vardı. Təqsirlənilən mesajda sən çaşdın, məni bloka atmağa səni göstərəcəm deyə bildirdi. O videoları atdıqdan sonra hədə-qorxu gələrək 2500 manatdan artıq pul tələb etdi. Çarəsiz qalaraq pul axtarmağa başladım. Ona müxtəlif vaxtlarda pullar göndərdim. Pulların
şəkillərimi sosial şəbəkələrdə paylaşmasından məni iş yerimdə cəmiyyətdə rüsvay edəcəyindən qorxduğum üçün ona vermişdim. Ümumilikdə hədə qorxu yolu ilə məndən 10.700 manat məbləğində pul alıb deyə zərərçəkmiş ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cabbar 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. İş üzrə mülki iddia qismən təmin edilib. Vurulmuş maddi zərərə görə 10.700 manat, mənəvi ziyanın vurulmasına görə 500 manat, təqsirlənən şəxslərdən tutulması, ümumilikdə 11.653 manatın zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar qəbul edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2025-ci il tarixli hökmünün qanunsuz və əsassız olduğunu qeyd edib, bildirib ki, zərərçəkmiş şəxslə aralarında borc münasibətləri olub. Buna görə də hökm dəyişdirilməlidir. Təqsirlənən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. İşə baxan Yuxarı İnstansiya Məhkəməsinin hakimləri onun şikayətini haqlı hesab etməyiblər.